sizi maraqlı bir şey göstermek istedim. Bura bizim qaldığımız şəhərin xəstəxanasıdır. Deməli, bu günləri sadəcə olaraq qan analizi verməkdən ötürü gəlmişdim. O burada qan analizi verirsən. Növbədə durdum, qan analizimi verəndən sonra gördük ki, zöhr namazının girməyinə 10 dəqiqə qalıb. Və beləsinə, bura hüvidantıra, yəni əsas giriş yeri buradır. Deməli, buradan gəlirsən, bax görürsən, bura xəstəxanadır. Böyük xəstəxanadır. Deməli, burada da fikir verin, diqqət edin, bura yazır ki, moskey. Moskey yəni məscid. Burada da nə vaxtı açıqdır. Xəstəxananın məscid vaxtları açıqdır. Deməli, indi sizə buranın içərisini göstərim, buradan içəri giririk. Burada da ayaqqabılarımızı qoymuşuq. Sonra ayaqqabılarımdan çıxardım mən. Sonra buradan gəlirik, diqqət edirik. Bura xəstəxananın məscididir. Burada dəst namaz alır. Bir dənə də burada dəst namaz almağa yer var. Burada imamla məscidin imamı var. İmamın burada kimsə hansısa xəstə, deməli, ağır əməliyyat keçirmiş və yaxud nə bilim, ehtiyacı olan bir xəstə imamla söhbət etmək istəsə, gəlib vaxt tuta bilir və burada gəlib imamla söhbət edə bilir. Burada da personaldır, görürüz, başa düşdünüz ki, məscidin personalı, xəstəxananın məscidinin personalı. Bura gəlirsin, qadınlar falan arxada namaz qılır, mən onu göstərim. Bura tualetidir, ayrıca tualeti var. Orada da gördüyünüz kimi içəridə namaz qılırlar. Məscidin arxasını göstərmədim, orada qadınlar namaz qılırlar, orada kitabxana var. O kitabxananın Quranlar var, yəni oxumaq istəyənlər üçün Quran qoyublar, yəni xəstələr istəyənə vaxtda gəlib burada Quran oxuya bilərlər, yəni məsciddə oturub ibadət edə bilərlər rahat şəkildə.